Xətai rayonunda kommunal təmizlik birliyinə məxsus yük maşını qəza törədib. Qafqaz İnfo bildirir ki, hadisə Gəncə prospektində baş verib. Belə ki, Təhməd Səfərovun idarə etdiyi KTB-yə aid Qaz 53 markalı avtomobil yolu keçən 26 yaşlı Ayşən Osmanovanı vurub. Qadın piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb. Baş vermiş faktla bağlı araşdırma tədbirlərinə başlanılıb. Salyanda da piyadanın ölümü ilə nəticələnən qəza olub. Məlumata görə qəza Ələt-Əsər avtomobil yolunun rayonun Seyid Sadıqlı kəndindən keçən hissəsində baş verib. Belə ki, minik avtomobilin iştirakı ilə baş verən qəza zamanı yolu keçmək istəyən piyada 10 yaşlı Abdullayev ağır xəsarətlər alıb. Azyaşlı aldığı xəsarətlərdən ilə hadisə yerində dünyasını dəyişib. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. Şəmkirdə də piyadanın ölümü ilə nəticələnən qəza baş verib. 1955-ci il təvəllüdlü Tamella Nuriyeva yolu keçmək istəyərkən onu Mercedes markalı avtomobil vurub, qadın aldığı xəsarətlərdən hadisə yerindəcə keçirib. Baş vermiş faktla bağlı araşdırma aparılır. Martın 4-də metro stansiyalarının birində oğurluq hadisəsi qeydə alınıb. Daxili İşlər Nazirliyindən bildirilib ki, bir qadın polisə müraciət edərək qatarda olarkən çantasından sənəd, kartlar olan pul kisəsi və mobil telefonunun oğurlandığını bildirib. Metropolitenda polis idarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməl törətməkdə şübhəli bilinən 39 yaşlı Qasımov müəyyən olaraq saxlanılıb.